Deməli, bizim indiki dərsimiz olacaqdır naxış vurma texnologiyası. 7-ci sinif və sonuncu mövzumuz nəhayət ki, mövzu 26. Deməli, bax, naxış vurma burada kitabda bizə verilibdir. Ən kobud və sıx parçadan, yəni kobud parçalarda da biz naxış vurma əməliyyatını eləyə bilərik. Nazik parçalardadır. Bax, kobud parça desə, mahlud, qalın kətan, dəri parçadır. Nazik parça desə, batist və tülü götürəcəyik. İndi bunları biz testdə necə qarışdırmayaq, buna baxaq. Batist, tül. Hər ikisində T hərfi var. Deyərsiniz ki, müəllimə, kətanda da T hərfi var. Amma biz kətanı ütüləmədən də bilirik ki, ən yüksək temperaturda ütülüyürük, qalın parçadır. Düzdürmü? Deməli, nazik parça desə, batist və tül. Amma qalın desə, dəri, kətan, qalın kətan. Bir də mahud. İndi davam eləyirik. Deməli, müxtəlif materiallardan nəfis naxışlarla bəzəmək üçün istifadə edilən tikmə incəsənətidir naxış vurma. Deməli, müxtəlif qalınlıqda iynələrdir, saplardır, karandaşdır, oymaqdır, santimetrletdir, kərgahdır, qayçıdır. Yəni, bunlar hamısı naxış vurmaq üçün alət və materiallardır. Məsəl üçün, baxın, burada şəkildə də hamısı göstərilibdir. Məsəl üçün, burada bizim oymağımız nə idi? Tərtibatı idi. Məsəl üçün, kərgah var idi. Böyük sahələrdə naxış tikməni yerinə yetirmək üçün bir tərtibatı idi. İynə də alətdir, qayçı da alətdir. Yəni, bu şəkildə sancaq idi, alət idi. Yəni, onlar vasitəsilə biz işlər görürdük. İndi davam eləyirik. Baxın, burada hansı cümlələrə biz diqqət yetirməyik. Bax, bu 8-ci sinifdə də var bu cümlə. Aplikasiyada. Burada da var. İndi baxırıq buna. Bax, deyir ki, naxış vurma dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. 8-ci sinifdə aplikasiya mövzusunda da bu cümlə var ki, aplikasiya dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. Ola bilər ki, testə salarlar. Testə salsalar ya aplikasiyanı yazmazlar, ya naxış vurmanı yazmazlar. Yox, əgər ikisini birdən yazsalar, onda yəqin ki, rəqəmlərlə variant tapmaq olar da, yəni 1, 2, A, B, yəni bu şəkildə salarlar. Amma hər ikisi də eynidir, yəni aplikasiyada naxış vurmada tətbiqi sənətin geniş yayılmış növüdür. İndi baxırıq. Bax, burada nə deyir? Deyir ki, naxış vurmada naxış və təsvir ilə əl ilə, iynə və milçə vasitəsilə və yaxud da ki, naxış vurma maşınlarının köməyi ilə salınır. Məsəl üçün, düşünərik ki, əllə salırıq da naxışı, məsəl üçün, tikmələr tikirik, iynələr, milçə vasitəsilə. Amma yadınızda qalsın ki, yəni ki, zavodlardır, fabriklərdir, bunlar da pastellərin üzərinə, geyimlərin üzərinə müxtəlif naxışlar salırlar, saplar vasitəsilə bəzək, muncuq əşyaları. Yəni ki, bunları da uzun vaxt tələb edər. Buna görə də yəni orada naxış vurma maşını da mütləq şəkildə olmalıdır. Bax, naxış müxtəlif parçalara, dəriyə, keçəyə və digər materiallara, pambıq, kətan, yun, ipək saplarla, həmçinin muncuq və mirvari və s. ilə salınır. Bax, parça desək, dəri və keçə götürəcəyik. Məsəl üçün, naxış müxtəlif parçalara, dəri, keçə. Amma digər materiallara, məsəl üçün, kətan, pambıq, yun, ipək saplarla. Saplar deyəndə yadımızda qalsın ki, kətan, pambıq, yun, ipək saplardan istifadə olunur. Dəri, keçə, parça adı çəkilir və digər materiallar, yəni digər batisti, tüldür, yəni mahluddur, bunlarda da istifadə olunur naxış vurmadan. Amma parça olaraq yun, ipək, sap olaraq yun, ipək saplardan istifadə olunur. Həmçinin muncuqdan da bəzək sala bilərik naxışa, mirvari ilə də bəzək sala bilərik. İndi baxırıq, bax, bu cümləyə. Bu da 6-cı sinifdə verilibdir fərqli formada. Bax, naxış vurma geyimin, məişət əşyaların və pannoların bəzədilməsində tətbiq olunur. Birinci baxaq, panno nədir? Sonra qaydaq müqayisəyə. Bax, panno nədir? Panno parça qırığıdır, latın sözüdür. Bax, panno, latın. Məsəl üçün, testdə Yunan yazar. Yadınızda qalsın ki, Yunanda A hərfi yoxdur.
Pannoda A hərfi var, Latında da A hərfi var. Bu şəkildə neynədik? Bunu yadda saxladıq. Pannoda deməli monumental sənət növü olub. Dekorativ rəsm adətən divarın və yaxud tavanın hansı bir hissəsinin daimi doldurulması üçün nəzərdə tutulub. Deməli, parça qırıqları vasitəsilə doldurulmadır. Panno, yəni ki, o bəzək salmaq üçün də parça, məsəl üçün paltarın üstündə parça qırıqlarından da bəzəklər olur, doldurulur şəklincə o formada. Onlarda istifadə olunur. Bax, indi bu cümləyə baxaq bir də. Deyir ki, naxış vurma geyimin, məişət əşyalarının və pannoların bəzədilməsində tətbiq olunur. Aplikasiyada da var belə cümlə. Bax, deyir ki, 8-ci sinifdə aplikasiya, burada geyim verilibdir, amma aplikasiyada paltar yazılır. Bax, burada geyimin əvəzinə paltar yazılır. Paltarların, məişət əşyalarının və divar pannolarının bəzədilməsində istifadə olunur. Bax, paltar, məişət əşyaları, divar pannoları varsa, aplikasiyanı götürəcəyik. Bax, aplikasiyada da P hərfi var, paltarda da P hərfi var. Yadınızda saxlayırsınız. Amma naxış vurmadirsə, bu zaman geyim, məişət əşyaları və pannoların bəzədilməsini biz yadda saxlayacağıq. İndi davam edirik. Bax, burada nə deyir? Bircə dəqiqə bayaqki yerə qaydaq, orada elə bir hissəni ötürmüş. Bax, naxış vurma texnikası sapın parça üzərində bərkidilməsindən başlayır. Məsəl üçün, biz demişdik ki, tutalım ki, pomidorun əkilməsi birinci texnoloji xəritənin hazırlanmasından başlayır və yaxud da ki, bəzədilmədə nə idi? Birinci təmizlənmədən başlayırdı, nədən başlayırdı? Burada da yadda saxlayırıq ki, naxış vurma texnikası sapın parça üzərində nəyindən başlayır? Bərkidilməsindən başlayır. Görürsünüz, düyün salmaqdan başlayırıq ki, düyün salaq, ondan sonra naxış vuraq. Deməli, bu sənət növündə ilmə üsulu geniş yayılıb. Yəni, ilmə atmaq üsulu geniş yayılıb. Baxın, burada da göstərilibdir. Deməli, bu ən əlverişli nədir? Üsuldur. Deməli, naxış vurmada ən əlverişli üsuldur soruşsa bizdən. Yadınızda qalsın ki, ilmə üsuludur. 2 qat sapla yerinə yetirilir. Baxın, görürsünüz, ilmə salan zaman 2 bir var tək sap işlənir. Görürsünüz, 2 qat sapdır da, 2 sapdır, ortasına düyüm vurulur, axırda ilmə atılır. Deməli, bax, bu zaman sap 2 tərəfə uzun götürülür, iynəyə keçirilir, ucundan sonda birləşdirilib düyünlənir. Bu nə deməkdir? Adicə nə? Bu iynədir, tutalım ki. Bu bir iynədir. Biz nə edirik? İynəyə sapı keçiririk. 2 dənə oldu. Düzdürmü? Sonra ucunu da düyünləyirik. Bunu deyir da, yəni burada biz nəzəri yazırıq. Yəni asan başa düşülməsi budur. Yəni 2 dəfə uzun sap götürülür. Deməli, 2 qat sapla yerinə yetirilir. 2 dəfə uzun sap götürülür. 2 dəfə uzun sap nəyə görə götürülür? Çünki o sapı, yəni biz iynəyə keçiririk, 2 qat edirik də, axırda düyünləyirik, birləşdiririk. Ona görə deyir ki, yəni 2 dəfə uzun sapdan istifadə olunur. 2 uzun sap götürülür, iynəyə keçirilir, uclar bərabərləşdirilib, düyünlənir. Deməli, iynə parçaya naxış vurma başlanan nöqtədən tərs tərəfdən üst tərəfə doğru batırılır. Çünki o düyünlü hissə, o artıq hissə altda qalsın deyənə tərsdən üzə doğru neynirik? Batırırıq. Və ilmə istisna olmaqla sap axıra qədər çıxarılır. Sonra iynə səliqə ilə geriyə tərs tərəfə aparılır və hazırlanmış ilməyə salınır. İlmə ehtiyatla dartırılır. İndi baxırıq iynə qabağa tikişə. Baxırıq indi iynə qabağa tikişə, görürək burada bizə nə verilibdir. Bax, iynə qabağa tikişdə nə deyir? Deyir ki, iynənin sağdan sola hərəkəti ilə yerinə yetirilir. Bax,
su tikişi idi, xaçvarı tikiş idi ki, biz burada nə deyirdik? Deyirdik ki, iynə soldan sağa. Bayaqların biz xaçvarı tikişdə nə dedik? Dedik ki, o düz tikişdə, çəpinə tikişdə iynə sağdan sola idi. Amma ki, xaçvarı tikişdə, həm də su tikişində soldan sağa olur iynə keçirilməsi. Bax, burada da nə deyir? İynə qabağa tikişdə də görürsünüz, bütün tikişlər kimi sağdan soladır. Bir su tikişində, bir xaçvarı tikişdə soldan sağa olur. Qalan tikişlərin hamısında sağdan soladır müəllimlər. Bunu bax bir tərəfdə qeyd edin, yadınızda saxlayın. Bax, iynə qabağa tikişdə də necədir? Yenə sağdan sola. Burada xaçvarı su tikişi yoxdur ki, yox. Ona görə sağdan soladı hərəkəti ilə yerinə yetirilir. Deməli, sap parçanın sağdan sola tikildiyi üçün elə sağ kənarından bərkidilir. 5 mm nə edilir? Tikiş arası buraxılır. Parçanın belə deyək də 5-6 sapı və iynə ikinci dikiş nöqtəsinə salınır. Bax, 5 mm tikiş arası buraxılır. Yəni ki, hər tikişin arasında nə qədər məsafə olur? 5 mm. Bunu da təqribi necə hesablayırıq? Parçanın deməli 5-6 sapın arası. Məsəl üçün, əyriş, arxaş saplar var, eninə, uzunluğuna. Yəni, bu 5, 1, 2, 3, 4, 5 və yaxud da ki, 6 dənə sapının, yəni ki, əyriş sapının arası qədər məsafə saxlayırıq. Ondan sonra iynəni keçiririk. Yəni, bu deməkdir bu. İndi baxırıq. Sonra ilmə ilə bir yerdə tərs tərəfə dartılıb çıxarılır. Eyni sapda, eyni sayda sap buraxıldıqdan sonra iynə üst tərəfə çıxarılır. İkinci tikiş yerinə yetirir. Yəni, tikiş arasında eyni sayda sap buraxılır. 5-6 sap arası say buraxılır. Millimetr olaraq 5 millimetr tikiş arası buraxılır. Sap sayaraq buraxırıqsa 5-6 sap sayırıq. Ondan sonra nə edirik? İynəni çıxardırıq. Bax, iynə qabağa. Qabaq sözü 5 hərfdən ibarətdir. Baxaq. Baxın. Qabaq. Deməli, burada da tikiş arası nə qədər olacaqdır? 5 millimetr. Sap buraxmaq da deyəndə 5-6 sap arasından bir iynəni nə edirik? Biz keçirəcəyik. Asandır, bunlar yadda qalandı müəllimlər. İndi baxırıq. Bax, deyir ki, burada tikiş arasının uzunluğu müxtəlif də ola bilər. Tikişi parçanın saplarının sayı ilə həmçinin çəkilmiş konturlarla da yerinə yetirmək olar. Bu tikişdə tikiş aralarının uzunluğu və onların arasındakı məsafəni dəyişməklə, sıraların sayını çoxaltmaqla, onları yəni müxtəlif rəngli saplarla yerinə yetirmək yolu ilə müxtəlif sayda ornamentlər yaratmaq olar. Bir var ki, saya tikiş tikəsən, bir də var ki, ara məsafələri azaldaraq, rəngli saplardan istifadə edərək ornament yarada bilər də, yəni naxış kimi yarada bilərik. Bu üsulla da aparılan tikiş necə adlandı? Yığma adlanacaqdır. Deməli, müxtəlif saplarla tikiş aralarını deməli azaltmaqla nə edə bilərik? Ornamentli tikişləri yarada bilərik. Bax, yığma tikişdirsə, iynə qabağa tikişə aiddir. Ornamentli tikişdirsə, iynə qabağa tikişə aid edəcəyik biz onu. İndi baxaq növbəti səhifəyə. Bax, iynə qabağa tikiş ilə təkcə kontur üzrə yox, şəkli tam doldurmaqla da müxtəlif formalı təsvirlər tikmək olar. Məsəl üçün, biz nə edirdik? Uşaq vaxtı əmək təlimi dərslərində belə bir gül çəkirdik. Başlayırdıq, bunun kənarları ilə də gedirdik. Həmçinin içərini də tikirdik, düzdür? Deməli, bunun iynə qabağa tikişlə biz bunu da eləyə bilərik. Deməli, kontur üzrə yox, yəni təkcə bu konturu üzrə yox, içərisini tam doldurmaqla da, yəni bu içərilərini də doldurmaqla müxtəlif formalı nə edə bilərik? Bəzi təsvirlər yarada bilərik. İynə qabağa tikişi əvvəlcə bir istiqamətdə, sonra isə tikiş arası boş yerlərlə doldurmaq üçün əks istiqamətdə yerinə yetirmək olar və kəsilməz tikiş arası xətt alınır. Yəni ki, biz bu araları dolduraraq
Fasilə vermirik də, boşluq qoymuruq. Doldurmaqdırsa kəsilməz nə olunur? Tikiş arası xətt alınır. Belə tikişi 2 dəfə iynə qabağa və yaxud da divar naxışı da adlandırmaq olar. Deməli, divar naxışı varsa iynə qabağa tikişi götürəcəyik. 2 dəfə iynə qabağa isə yenə iynə qabağa tikişi biz götürəcəyik. Bunlar hamısı iynə qabağa tikişə aiddir. Dedik ki, iynə qabağa tikişində də işin gedişi sağdan soladır. Ümumiyyətlə dedik ki, bütün tikişlərdə iynənin hərəkəti sağdan soladır. Bircə xaçvarı tikişdə, bir də su tikişində soldan sağa, yəni əks istiqamətdə icra olunur. İndi davam edirik. Baxırıq indi iynə arxaya tikişə. Bax, iynə arxaya tikişlər arası edilir. Bu zaman parçanın tərs üzündən iynə 2 tikiş arası qabağa keçirilir. Bu tikişdə tikişlər arası eyni uzunluqda olmalıdır. Deməli, tikişlər arası məsafəni eyni uzunluqda saxlayırıq. Deməli, tikiş aralarını elə yerinə yetirmək olar ki, hər növbəti tikiş bitən nöqtədən başlasın. Yəni ki, burada da boşluq yaranmır da. Görürsünüz necə keçirilirsə, eyni nöqtədən, bitən nöqtədən elə tikiş başlayır. Yəni boşluq qalmır orada. Belə tikiş maşın tikişini xatırladır. Deməli, maşın tikişini xatırladırdısa, biz iynə arxaya tikişi götürəcəyik və birbaşa tikiş adlanır. Birbaşa tikişdirsə, maşın tikişidirsə, biz iynə arxayanı götürəcəyik. İynə arxaya tikişi. Amma divar naxışı 2 dəfə iynə qabağa isə iynə qabağa tikişi biz götürəcəyik. Sonra su tikişi zərif burulmuş sapla eyni ölçülü tikiş araları ilə yerinə yetirilir. Naxış vurma zamanı sapı çox dartmaq lazım deyil. Büzülmə baş verə bilər ona görə. Deməli, bu tikişi yerinə yetirmək üçün kərgahdan istifadə olunur. Deməli, su tikişində mütləq şəkildə biz kərgahdan istifadə edirik. Deməli, tikiş bayaq da dedik ki, soldan sağa su tikişi idi, xaçvari tikişi idi, soldan sağa, aşağıdan yuxarı yerinə yetirilir. Hər yeni tikiş arası əvvəlkinin ortasından başlayır. Baxın, görsə əvvəlkinin ortasından başlayır. Deməli, nəzarət etmək lazımdır ki, iynə parçadan əvvəlki tikiş arasına yalnız altından və həmişə üstündən çıxsın. Altından və yaxud həmişə üstündən çıxsın. Yəni ortasından çıxmasın.